Əziz izləyicilərimiz, Portallı Gəzirəm verilişinin bugünkü mövzusu olduqca maraqlıdır. Qeyd etmək istəyirəm ki, hər il fevral ayında hamı üçün əziz olan Xıdır Nəbi bayramı keçirilir. Xıdır Nəbi bayramının özünə məxsus olduqca maraqlı adət-ənənələri, həmçinin bu bayrama özəl xüsusi yeməkləri var. Biz də istəyirik ki, bu bayramımızı, əziz bayramımızı siz izləyicilərinizə daha yaxından tanış edək. Xüsusilə də Yırğan çayın timsalında. Biz bugün Qara Məmmədlilər ocağındayıq. Qara Məmmədlilər ocağının yaşlı bir ağ dirsəkləri bugün bu bayramın əsas adət-ənənələrini sizlərə tanış etdirəcək. Fatma nənə, hal-hazırda siz nə edirsiniz? Biz qoyucuq. Qoyuruq, qoyucu çəkirik, belə kitrəmizi gətiririk. Allah sizə can sağlığı versin. Usu qoyuruq, şamımızı dörd yanına yığırıq. Yanına 10-15 ya arpa olur, ya buğda olur. Yığırıq, ondan sonra başlayırıq, qoyucu çəkirik. Onun qonşularımıza kimə əhd eləmişik, nəzir demişik, onlara paylayırıq, veririk. Ondan da Xıdır Nəbimizi çağırırıq, qurban olun. Allah sizi qoyur. Çox sağ olun. Bəs nəyə görə Xıdır Nəbi bayramı zamanı qoyuc hazırlanır? Bunun xüsusi bir səbəbi varmı? İndi mən onu sana bəyan eləyə bilmərəm. Bunun bir özünün də vaxtı var, dədələr qoyurdu. Biz də onlara baxdıq, bax bu yolla gedirik. Hətta belə bir adət-ənənə var ki, hər bir ailə üzünün adına bir şam qoyulur. Bir şam. Öyün böyüdür, kişi xalağıdır, ona qoyuruq buna. Birini qoyuruq, ağamıza bunun adı qoyulana. Nəvidir, fidir olduğum. Ondan sonra özümüz, malımız, uşağımız, biz de bunları yandırırıq, təmiz qoyuruq, gözəl günümüz olsun, ondan da qutarırıq. Fatma nənə, bir sualım vardı sizə. Biz bilirik ki, Xıdır Nəbi bayramı əsasən Kiçik Çillədə keçirilir. Kiçik Çillədə 19 fevrala qədər davam edir. 31 yanvardan 19 fevrala qədər. Ancaq Yırğançay kəndi əsasən Xıdır Nəbi bayramını keçirmək üçün hansı günə üstünlük verir? Biz veririk ayın 10'una, 9'una geçiririk, bu işi görürük. Ondan sonra Allah 13'üne, 14'üne kadar bu süt olduğum gedir. Kurban kesilir, orucu tutulur, oruç da tuturlar. Hamımız tuturur. Neçə gün davam edir oruç? 3 gün de var. Sonraki sualım bu olardı ki, indi yəqin Xıdır Nəbi bayramı əvvəlkisinin dövrünüzdə davamlı daha maraqla keçilərdi. Ancaq indiki dövrdə bir zəifləmə var və biz borçlular nə qədər sadiq adət-ənənələrimizdə. İndi qurban olursan, cəhəllər həmən gəlib bizi görür. Mən tək qocalar, ərincəhli eləyirlər, həmən məcburu qayırırıq. Qurbanını kəsərik, ununu qoyuruq. Kurban böyle çəkməsək də ununu qoyuruq, yanını da şamını yandırırıq. Laf yumurta da. Başqa hansı xüsusi adət-ənənələr var ki, hansı ki qeyd etmədiniz, ancaq izləyicilərimizə çatdırmaq istəyərdiniz? Yox, qurban olum. Hamısını da qeyd etdik. Ola bilər. Ola bilər. Mən kaç gün bilirəm. Oruçdu, qurbandı, Şeydə var. Nuri bayramı, o bir bayramlar. Hamısını bu keçiririk ki, Yəqin ki, sizin valideynləriniz də siz hələ uşaq olarkən bu bayramı keçirərdilər və çünki şirin xatirə olur. Qurban olun. Düz keçiriblər, hamısı bizə də qoyublar ki, bu işi əlimizdən qoymayın. Kürd elə adı bəllidən Kürd deyir. Və siz hal-hazırda bu işi gəlinlərinizə də, nəvələrinizə də, nəticələrinizə də çatdırırsınızmı? Çatdırırıq. Tövsiyə edirsinizmi hər il davam etsin? Çatdırırıq. Qurban olum. İndi onu mən sizə həyatlar bilmərəm ki, gəlinlər çatdırır, çatdırmayır. İndi onlar cəhəldir qurban. Amma biz qocalar hökmən bu işimizi görürük. Ona görə bu sualları verdim ki, mənim özüm Marneoli bələdiyyəsindənəm. Orada bu qədər Xıdır Nəbi bayramı o qədər də keçirilmir və insanların yaddaşından silinir. Ancaq Manisi bələdiyyəsi məsələn özünə məxsus bir adət-ənənələri var. Bu adət-ənənələr doğrudan da burada keçirilir. Ancaq məsələn biz tərəflərdə aranda keçirilmir. Düzdür qurban olum. İndi oralar
yaddan çıxıb, nə bilim, cəhəllər qalxıb, o qocalar yoxdur, cəhəllər də bu işi görmür. Amma biz kötüyük, yığançaqlı xalqıyıq. Hər bir ənəmizin nə vaxt gəlir, ay, bu ay fevraldır, o bir ay martdır, o bir ay apreldir. Bax, bu işlərimizi görürük. Bəli. Mən də uşaq olarkən nənəm bizdə sadəcə belə hazırlamırdıq. Sadəcə yadımdadır ki, taxılı bir boşqa qoyub qapının ağzına qoyardıq. Əgər məsələn yel onu tərpədərsə deyirdi ki, arzumuz ürəyimizdə tutduğumuz arzumuz qəbul olardı. Sizdə belə bir şey var mı? Var. Bizimkilər bu ayda yox. İndi mart ayında gedirik qapının dalında durub. Yolda yaxşı bir söylənir, pis bir söylənir. Onu da eşidirik. Əgər yaxşı söylənir, söylüyor ya sana ki bu iş düzel. Yayda hələ var. Onda çay. Yol düzəlməyə başladı. Fatma nənə, bu qovutu hazırlamaq üçün istifadə etdiyiniz alət nə vaxtdan sizə vaxtdadır? Bu bəlkə də nə qədər bir 20 il, 30 ildir daşdan yonurlar, qayrıyırlar. Hər kəs ki bu işlə məşğuldursa da kirəsi öndə, qoyduğunda lazım olanda çəkilir. Sonra bu üydülmüş un bişirilir, qovut bişirilir. Bu bişirilmə prosesi necədir? O bir rayonlar qoyuruq suya, öğrenmeye tökürük, suyu qoyuruq qaynayır, şəkər tökürük içinə. Ondan sonra uşaqlarımıza qoyuruq, yiyir. Qonu qonşuya verdiyimizi də belə quru veririk, özləri hazırlayır. Bəs Xıdır Nəbi sizlər üçün nə ifadə edir? Xıdır Nəbi haqq, bax bunu deyirik. Və yaxud Xıdır Nəbi yetişsin. Yetişsin, Allah sənin dadına yetirsin. Bala Xıdır Nəbi sənin oyuna yesin. Bax bunu deyirik. Yəni insanların yaddaşında Xıdır Nəbi daha çox sətinliklərdə dada çatan, köməyə çatan bir obraz kimi. Dardakıları irəli çəkib, xatadan, baladan uzaq eləyənə qurban olma bala. Bu olur. Amma yalan deyərəm, bəyatı, nə bilim mən mahnı, bunları da eləməmişəm, görməmişəm. Aydındır. Həmçinin bu da çəkdi ki, bir sinidir, sinidə güzgü var, yanında qayçı, su, buğda və 5-6 dənə də şam var. Şamların artıq mənası dedik, nəyə görə bu qədər sayılar o qədərdir. Bəs bu suyun, güzgünün, buğdanın mənası nədir? Bu suyu da qurban olub sana. Sən Allah, sizi Allah saxlasın. Bax, bu adını andığımda sizi qurban olub. Dədələr deyir. Biz oradan gəlir. Deyir, bir olduğum əgər ki, suya gəlmək istəsə ki, gəlir bu buğdadan, bunu indi çox qoyduq, biraz tələsi yoxdur, yedidik, bunun əgər ki yoxdursa da buraya gəlib. Bu qaçı ilə də deyirdilər ki, bığının, baxır, bığının qabağını alır. Bax, bunu da dədələrdən eşitdik. İndi qalandı sana mən deyə bilmərəm, mən qurban. Aydın. Həm də su yaddaşlara bizim üçün bərrahlıq, təmizlik, saflıq dərsidir. Ona da deyirik, xoş gəlsin, qoy suyunu içsin. Bu arpasından deyirlər götürəndə. İzi qalır demək ki, ay canı sağ olsun. Baxırsan, nəsə də burada iz var, burada iz var. Deyirik, gəldi, Allah sana qurban olur. Pide olduğum, gəlib buradan arpa yiyir. Və sizin üçün xoşbəxtçilikdir ki, Xıdır Nəbi sizin evinizdə gəlir. Hətta bu yeməklərdən əlavə, bu adət-ənənlərdən əlavə, o da var ki, Xıdır Nəbi bayramı zamanı ev, baca xüsusilə təmizlənir. Çünki deyirlər ki, Xıdır Nəbi səliqəsiz evə gəlməz. Yoxlayır, təmizlənir ki, pide olduğum təmiz olanda, Bəli. elə də olur. Nə dəbillik, özü bilir ona qurban. Yəni Novruz təmizliyi kimi də Xıdır Nəbi təmizliyi. Hamımız qarıyırıq ki, bu da Xıdır Nəbi babam gəlir. Bunu təmiz qarmaq lazımdır, öyle eşiyi. Bax belə. Fatma anne, artıq verilişimizin sonuna yaxınlaşırıq. Elə bir, məsələn, hal-hazırda indiyənə qədər demədiyiniz bir şey var mı? Hansı ki demişsiniz, ancaq izləyicilərə
çatdırmaq istəyərdiniz? Başqa nə əlavə etmək Deməli, istəyərdiniz? namuslu günü hatırlayacaq. Xıdır Nəbi bayramını əlavə Sizə Allah Taala bunu ələb eləyirəm. Buna yalvarıram. Bax bu ehtiyat gördüyünüz sizə alqış olsun. Sizə xeyir uğur versin. Can sağlığı versin. Balanız var, balanızı saxlasın. Qanadında qardaşınızı, bacınızı saxlasın. Özgə də qurban olum. Mən nə deyim atama. Çox sağ olun, çox maraqlı verilişi Sağ idi. ol, Cahit. Çox sağ olun. Çox sağ ol. Qurban olum. Çox sağ ol. Yanağınızdan da öpürüm. Sağ ol. Sağ ol. Buradan Olmadı qurban olum.